Hər 3-4 nəfərdən birində rast gəlinən, ölkəmizdə yarı yanlış, yarı doğru hər ultrases raporunda qarşımıza çıxan qaraciyər yağlanması nədir? Necə ki, kilo aldıqda bədənimizin yağ kütləsi artır, eləcə də qaraciyərdə 5%-in üzərində yağ depolanmasına qaraciyər yağlanması deyilir. Yetişkin insanların 30-35%-ində rast gəlinir. Spirtli içki qəbuluna bağlı olaraq alkolik qaraciyər yağlanması var və digər səbəblərə bağlı olaraq non-alkolik vardır. Alkoqol qəbuluna bağlı olduqda, spirtli içkilərin istifadəsini dayandırdıqda tamama yaxını düzəlir. Digər səbəblərə bağlı bəs kimdə şübhələnməliyik? Artıq çəkili insanlarda, xüsusilə bel çevrəsi normadan artıq olanlarda, şəkərli diabet, insülin dirənci olanlarda, qanda xolesterin yüksəkliyi olanlarda mütləq araşdırmaq lazımdır. Çox vaxt sadə tipdə yağlanma olur. Bəs niyə təhlükəlidir? 5% hallarda qaraciyər fibrozu və sirrozuna qədər irəliləyə bilər. Və ən qorxulusu da odur ki, qaraciyər yağlanmasının heç bir xüsusi simptomu yoxdur. Heç bir simptom vermədən səssiz şəkildə irəliləyir. Ona görə də risk faktoru olan insanların vaxtaşırı ultrases müayinəsindən keçməsi tövsiyə olunur. Hal-hazırda xüsusi bir dərman müalicəsi yoxdur. Səbəbin aradan qaldırılması, sağlıqlı bəslənmə, fiziki aktivlik önərilir. Bəzi dəstəkləyici omega 3, vitamin Y kimi əlavələr verilə bilər. Unutmayın ki, bədən kütlənizin 7-10% azaldılması qaraciyər yağlanması üzərinə əhəmiyyətli təsir göstərir.